Və indi isə Economics ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyada olan həmkarım Aysel Fərziyevə bağlanırıq. Salam Aysel, hər vaxtınız xeyir Günel. Aysel, buyurun söz sizdədir və deyin görə iqtisadi aləmdə nələr baş verir? Günel, bugün maraqlı xəbərlərimiz var, xüsusilə işsizlər bizi diqqətlə izləsələr yaxşı olar. Çünki onlar üçün ayrılan müavinətlər dövlət tərəfindən artırılacaq və nə qədər olacaq, onları başqa hansı yeniliklər gözləyir, bu barədə xəbər çatdıracağıq. İşə götürənlərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbərdarlıq edib. Onlar bəzi qaydalara riayət etməsələr sərt cəzalandırılacaqlar və bu cəzalar nələrdən ibarət olacaq, nəyə görə olacaq, onlardan da hər birindən Economics'də xəbər tutacaqsınız. Buyurun. İndi isə bir qədər də ətraflı. Ölkədə işsizliyə görə verilən müavinətlərin həcmi artırılacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini Mətin Kərimli Lider televiziyasına məlumat verib. Bildirib ki, müavinətlərin aşağı həddi 55 manatdan qaldırılaraq minimum əmək haqqı məbləğinə çatdırılacaq. Artıq Nazirlik bununla bağlı təkliflər hazırlayır. Sənədin yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacağı gözlənilir. Məşğulluq xidmətindən mövcud olan maliyyə mexanizminin təkmilləşdirilməsi üzrə təkliflər üzərində işləyirik. Bu təkliflər həm aktiv əmək bazarı tədbirlərinə ayrılan vəsaitin artırılması, həm də işsizlərə verilən işsizlik müavinətinin artırılmasını nəzərdə tutur. Bunun üçün həmin maliyyə mexanizminin təkmilləşdirilməsi və sosial ayrımalarda, xüsusilə işsizlik üçün nəzərdə tutulan işsizlik sığortasının yaradılması təklifi mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə götürənlərə müraciət edib. Müraciətdə işə götürənlər əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil etməyə çağırılır. Sentyabrın sonuna qədər bütün bildirişlər sistemə daxil edilməlidir. Qaydalara riayət etməyən işə götürənləri 3 ildən 7 ilə qədər həbs cəzası da gözləyir. Əgər əmək müqaviləsinin elektron informasiya sisteminə daxil etməyibsə işə götürən, bu İnzibati Xətalar Məcəlləsinin 53.1 maddəsinə əsasən hüquqi şəxslər 20.000 manatdan 25.000 manata cərimə olunacaqlar. Vəzifəli şəxslər 3.000 manatdan 5.000 manata, fiziki şəxslər 1.000 manatdan 3.000 manata cərimə olunacaqlar. Əgər hər hansı bir işə götürən 10 nəfərdən, yəni 9 nəfərdən çox, 10 və daha artıq işçini əməyə cəlb edibsə, yəni əmək müqaviləsiz əməyə cəlb edibsə, artıq cinayət tərkibi yaranır. Cinayət məcəlləsinə dəyişiklik edilmişdir ötən ilin sonunda. 162.2-ci maddəsinə əsasən burada 3 ildən 7 ilə azadlıqdan məhrum etmə cəzası vardır. İlin ilk yarısında ölkənin sığorta bazarında artım qeydə alınıb. 28 sığorta şirkətinin xətti ilə təxminən 251,7 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən illə müqayisədə 22,7 milyon manat və ya 10% çoxdur. Sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 78 milyon manat olub. Bu isə 13,2% çox deməkdir. Qeyd olunan dövrdə hər 100 manat sığorta haqqı müqabilində 31 manat ödəniş həyata keçirilir. Lukoil şirkəti Ukraynadakı bütün yanacaq doldurma məntəqələrini satışa çıxarıb. Buna səbəb kimi şirkətin siyasi-iqtisadi riskləri olan ölkələrdə işləmək istəməməsi göstərilib. Rusiya mətbuatında yayılan xəbərlərə görə şəbəkəni Avstriya şirkəti alır. Lukoil həmçinin İraq, Venezuela, Fildişi sahili, Qana və Misirdə də fəaliyyətini dayandırdığını bildirib. Qeyd edək ki, bir müddət əvvəl Lukoil rəhbərliyi şirkətin Şərqi Avropada fəaliyyətini dayandırdığını bəyan etmişdi. Rosneft şirkətinin prezidenti Igor Sechin isə dövlətdən maddi yardım istəyib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb və xəbərə əsasən şirkət rəhbərliyinin yardım haqqında müraciəti İqtisadi İnkişaf Nazirliyinə ünvanlanan məktubda öz əksini tapıb.
Biz şirkətə yardım üçün 5 variant təklif etmişik. Onlardan ən vacibi Milli Sərvətlər Fondunun hesabına 1,5 trilyon rubl məbləğində istiqrazların alınmasıdır. Rosneftin xalis borcu iyunun sonunda 1,5 trilyon rubl təşkil edirdi. Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin ölkəmizə tətbiq etdiyi sanksiyalar səbəbindən biz həmin ölkələrin banklarından kredit əldə edə bilmirik. Nəzərdə tutduğumuz yardım göstərilərsə maliyyə böhranından çıxa bilərik. Amerikalı əmlak kralı Donald Trump yeni sərmayələr üçün seçdiyi ölkənin adını açıqlayıb. O, Hindistanda əmlak sektoruna və otellərə ciddi məbləğdə sərmayə yatırdığını planlaşdırdığını deyib. Trump sərmayəçiləri bu bazara yönəlməyə çağırıb. Bu ölkə sərmayə üçün möcüzəli yerdir. Son seçkilər vəziyyəti daha da yaxşılaşdırıb. Yüksək inflyasiya və faiz nisbətləri son bir neçə ildə əmlak sərmayəçilərini Asiyanın bu ölkəsinə sərmayə qoymaqdan daşındırıb. Lakin artıq əmlaka yatırılan sərmayə üçün seçim Hindistandır. Bugün maliyyə dünyasında gümüş fiksingi sona çatıb və maraqlıdır ki, 117 ildir davam edən bu əməliyyat bugün sonuncu dəfə reallaşdırılıb. Onun yerini elektron benchmark sistemi tutacaq. Cümə günü ilk dəfə elektron sistemlə reallaşdırılacaq gümüş əməliyyatlarına hələ kimin qatılacağı məlum deyil. Financial Times-ın yaydığı məlumatlara görə isə 1,6 trilyon dollarlıq gümüş bazarına gətirilən yeni sistemin testləri uğurla başa çatıb. Hazırda isə qiymətli metallar bazarı dəyişkən mövqedədirlər. Qızılın qiyməti artıb və onun bir unsiyası indi 1313 dollar 33 sentə satılır. Yəni qiymətli metal 0,8% bahalaşıb. Gümüşün qiyməti isə 0,50% artıb və 20 dollara təklif edilir. Platin mis bahalaşsa da palladium və alüminium bir qədər itki ilə üzləşiblər. Dünya fond birjaları fərqli tendensiya nümayiş etdiriblər. Amerikanın Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri 0,6% bahalaşıblar. Yaponiyanın Nikkei 225 indeksi 0,7% eniş edib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,37% bahalaşıb və ən çox dəyərini artıransa Almaniyanın DAX indeksi də 1,43%. Neft birjalarında vəziyyət müsbətə doğru dəyişib. London birjasında hərraca çıxarılan Brent neftinin qiyməti 103 dollar 88 sentə satılır. New York əmtəyi birjasında hərraca çıxarılan light nefti isə 97 dollar 41 sentdir və bu da 0,6%lik bahalaşma deməkdir. Vahid valyuta isə yenə də enişini davam etdirib. İndi avro dollar 1,3360-a mübadilə olunur. Dollar yen 102,58-dir. Funt sterling dollar isə 1,6679-a bərabərdir. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 5 qəpik, Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 36 qəpikdən bir qədər çox. Belə, bu bizim sizə çatdıracağımız sonuncu iqtisadiyyat xəbəri idi. Xəbər saatımızsa həmkarım Günel Gözəlovanın təqdimatında davam edir.